valideyn maraqlanmalıdır. Mənim, məsələn, uşağım kimlə oturur? Kimlə durur? Kimlə oturub durur? Mənim uşağım telefon alıb vermişəm ona. Hansı qruplardadır? Mənim uşağımla oturub danışım. Mənim uşağım görürəm ki, bu cəhətdən savadlıdır. Mən bu cəhəti öyrənim. Bax, bu qəşəng suallar verirsiniz. Mənim uşağım hansı qrupda? Baxıram ki, Nə ki uşağım? Baxıram ki, uşağım namaz qılanlarla bir yerdədir. Baxıram ki, məscidə gedir. Yox, təyin eləmək lazımdır ki, baxın. Əhl-i sünnədir, maşallah. Baxın necədir? O Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, gəlib biri dedi ki, filan kəs yaxşıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, onunla səfərdə olmusan? Dedi, yox. Dedi, onunla çətinlikdə olmusan? Dedi, yox. Dedi, onunla pul söhbətin olub, ticarətin olub? Dedi, yox. Dedi, sən hələm adamı tanımırsan. Ona görə adamı təyin eləmək üçün ətraf da mühümdür. Ətrafla da tanımaq olar. O sələflərin bir sözü var, kim özün gizlətsə də ətrafın gizlədə bilməz. Məsələn, mən əgər təyin eləmək olar, necə? Kimə qulaq asır? Hansı qrupdadır? Namaz qılanların qrupunda. O namaz qılanlar orada əsas kimlərin dərsinə qulaq asır? Hansı məscidə gedir? Təxminən təyin eləmək olar.